Can Azərbaycan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Hər həftənin şənbə günü yeni nəşr olunan kitablar haqqında danışırıq. Bu gün də çox maraqlı bir kitab haqqında danışacağıq. Modern Azərbaycanın doğuluşu. Kitab belə adlanır. Əslində adı mənim daha çox diqqətimi cəlb elədi. Görəsən modern Azərbaycan bu ifadə necə izah olunmalıdır? Modern Azərbaycanın doğuluşu deyəndə hansı dövr konkret nəzərdə tutulur? Qərara gəldim ki, kitabın müəllifi Orxan Vəliyevi verilişimizə dəvət edim. Beləliklə bugünkü verilişimizin qonağı Xəzər Universiteti Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri, Siyasi Elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyevdir. Orxan bəy, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm, sağ olun. Mən sizi təbrik edirəm. Yeni kitabınız münasibəti ilə çox gözəl, qəşəng, nəfis bir tərtibatdır. Mimta yayımlarının tərtibatı əlbəttə ki, belə olmalıdır. Və elə istəyirəm ki, kitabın adından başlayaq. Modern Azərbaycan, bu anlayış nəyi ehtiva edir özündə? Əvvəla dəvətinizə görə təşəkkür edirəm, çox sağ olunuz. Deməli, bu kitab, yəni kitabın mətni mənim Türkiyədə 2015-20-ci illərdə müdafiə etdiyim dissertasiya əsasında hazırlanıb. Türkiyə Respublikası Sakarya Universiteti Siyasi Elmlər Kafedrasında və kitab əvvəlcə türk və fars dillərində nəşr edilibdir, fərqli adlarda. Oxşar adlardaydı, amma konkret bu adda deyildi. Fəqət sizin də qeyd etdiyiniz kimi Mimta nəşriyyatı bu kitabı Azərbaycan dilində yenidən nəşr etmək qərarına gəldiyində biz ona məndən ad tələb etdilər və mən də fikirləşdim ki, bu kitab sanki türk dilində orijinalda nəşr olduğu ad sanki daha çox açıqlamır bu kitabın ana deyək ki, məsələsini və ona görə modern Azərbaycanın doğuluşu adının daha doğru olacağını düşündük və nəşriyyat da bunu qəbul etdi. Çünki burada bu mətndə Azərbaycan, yəni siyasi olaraq bir doğuluşdan, o prosesdən, millət və dövlət inşasından söhbət gedir və ona görə də modern Azərbaycanın doğuluşu başlığının daha doğru olacağını düşündük və çox sevindirici haldır ki, oxucular da bunu çox məmnunluqla qarşıladı. Bu mövzu ilə bağlı araşdırmalarınız necə başladı? Çox maraqlıdır ki, bu kitab daha çox siyasi yoxsa tarixi yanaşmalar üzərindən yazılıb. Əvvəla bu məncə çox gözəl bir sualdır. Təşəkkür edirəm. Çünki bilirsiniz, doktorantura təhsili çox mürəkkəb bir mərhələdir və mən Türkiyədə xatırlayıram, orada doktorantura təhsili ilkin olaraq 2-3 semestrlik bir dərs prosesindən sonra ixtisas imtahanından sonra siz artıq buraxılırsınız dissertasiya yazmağa. Mən həmin